Sizin pulunuz var deyə bilmirsiniz ki, hara xərcləyim. 150 manat bu pula evsizlərə yemək alıb verərdim. Hər dəfə mən qeyri-adi, biraz qiyməti üstün olan nəsə paylaşanda mütləq gəlib buraya yazmalıdılar da. Sanki mən elədiyim yardımı mütləq şəkildə çəkib TikTokda, Instagramda, YouTube'da paylaşmalıyam, insanlara elan eləməliyəm. Bilmirəm bu psixologiyadır. Birincisi deyirsə 150 manat vermisən ona. Mən onu öz zəhmətimdən qazanmışam və öz işimin bir parçasıdır deyə almışam. Kimisə boğazından kəsməmişəm onu mən. İkincisi də ki, mən elədiyim yardımları çəkib paylaşmıram. Siz bugünkü gündə TikTokda, Instagramda, YouTube'da görürsünüzsə ki, kimsə özünü reklam eləmək üçün və yaxud pul toplamaq üçün kimlərəsə güya yardım eləyir, istifadə eləyir bu yardım mövzusundan. O demək deyil ki, mən də onu eləməliyəm. O demək deyil ki, mən də kart qoymalıyam ki, kimsə mənə pul atsın, mən də cibimə qoyum onu, yalandan göstərim ki, mən də yardım elədim. Düzgün olmaq istəyirəm. Mən mələk deyiləm, mən yanlış anlamayın, özümü tərifləmirəm. Amma düzgün insanları bu şəkildə eləməyin. Bu şəkildə bezdirməyin canından. Mən hər gün sosial mediaya girəndə mən maksimum dərəcədə çalışıram ki, keyfiyyətli bir kontent hazırlayayım. Amerikada, Avropada olan kontenti hazırlayayım. Mən bura girib belə aqressiv sözlərlə qarşılaşmaq istəmirəm. Çünki azından mən söyüş söyməmişəm. Azından mən nəsə pis bir rəftar eləməmişəm. Kifayət qədər də yardım eləyirəm. Gözümü açandan ailəm də yardım eləyir, mən də yardım eləyirəm. Bir dəfə onu dil açıb hardasa deməmişik biz.